özünə qarşı dürüst olmaq nə deməkdir? Sən elə bilirsən ki, sən özünə qarşı dürüstsən? Yox. Sən özündə dayaq tapmısan? Yox. Sən olan situasiyaları qəbul edirsən? Yox. Sən özünlə ümumiyyətlə dürüst olarsan ki, ətrafı başa düşəsən, biləsən ki, bu həyat bu formaya gəlib çatıb mənim öz qərarlarıma görə, mənim özüm dürüst olmağıma görə. Sən özünlə dürüst olsan, ətrafında baş verən hər şeyi qəbul edirsən ilk növbədə. Başa düşürsən ki, bu hər bir şey baş verib səni yaxşılaşdırmaq üçün, səni yuxarı qaldırmaq üçün, yaradana doğru qalxmaq üçün. Nə vaxt ki, öz içində dayaq tapacaqsan, öz içində güc tapacaqsan, onda sən özündən dürüst olacaqsan. Problemlər gəlir, ayda, bu problem başıma gəldi. O problem başına gəlmir, belə bir. O problem gəlir ki, səni daha da yaxşı eləmək üçün. Bir dənə bu düşüncə tərzin olsun ki, nə baş verirsə, hər şey məni daha da yaxşı eləmək üçündür. Nə baş verirsə, hər şey mənim həyatımı yaxşılaşdırmaq üçündür. Onsuz da belədir. İstəyirsən buna inan, istəyirsən buna inanma. Sən qəbul eləmək forman var. Sən ya bunu, ya sən özünü bir qurban kimi, ayda bu yenə də mənim başıma gəldi. Bu zəif tərəfdir. Bu zəif, bu uşaq düşüncəsidir, infantil düşüncəsidir. Bunu eləyirsənsə bu yaşamaq tərəfində, okey, seçim sənindir. Amma bu video, bu kanal, onlar üçündür ki, kim ki qalxmaq istəyir, kim ki Allaha doğru getmək istəyir. Onda sən bu situasiyanı elə sənə xoş kimi qəbul edirsən. Bəzən bir şey baş verər, anında elə bilərsən ki, bu pisdir. Bir müddətdən sonra çönüb baxıb deyirsən ki, ay Allah, sənə şükürlər olsun. Nə yaxşı ki, belə oldu. Yoxsa belə olmasaydı, mən gedib bu səhv addımlara atardım. Bu həyat deyil, bu belə baş verir. Özündə güc tapmaq üçün, özünlə dürüst olmaq üçün şuurlu yaşamaq lazımdır. Başa düşmək lazımdır ki, bu beyin, bu fikirlər, bu qorxu, bu narahatçılıq, bu sıxıntı sən deyilsən. Bu sənə yazılan proqramlardır. Sən özünlə dürüst ol. Mən bilirsən ki, mən Allahın bir parçasıyam. Mən Allahın bu dünyaya gətirdiyi gözəl bir neymətəm. Uşağa bax, uşaqlara. Uşaqlar gör necə sevilirlər. Allah o dünyaya gətirəndə hamımıza o sevgini, o sevilməyi verir. Hamıya baxır, sevilir. Sadəcə sonradan sən onu itirirsən. Sən indi işin odur ki, o tapasan onu. İçibi öz dəyərini tapasan ki, mən dəyərliyəm. Mən sevilirəm. Mənim heç kimin sevgisinə ehtiyacım yoxdur. Mən Allahım sevir. Allahımdan sonra özümü sevirəm. İnsanlar səni sevmir, ignore. Pis haqqında nəsə danışır, ignore. Bir insan sənin haqqında pis danışırsa, deməli sənin arxandadır, istər-istəməz. Bu qaçılmaz, bu həyatın qanunudur. Səndən qabaqçı olan adamın nəyə lazım səndən danışsın? Sən bu xırda elementi fikir verməyə lazımdır. Hər şey sənin içindən başlayır. Sənin iç səsindən, Allaha inanmağından başlayır, bağından başlayır. Bədənvə qulluq eləməlisən hökmən. İdmanla məşğul olmalısan hökmən. Heç kim demir, get professional idmanla məşğul ol. Gündə yarım saat, 1 saat gəzməkdən başla. İTOQ-da hər gün edilən bu şey 1 aydan, 2 aydan sonra səni inanılmaz dərəcədə yeməyivə fikir ver, zirzibil yemə. İnterval qidalanma haqqında kanalımda video var. İnterval qidalanma haqqında maraqlan. İnterval qidalanmaya başla. Ağzımın yolunu bağla, nəfsimin yolunu bağla. Nəfsivə, beynivə başa sal ki, burada hakim sənsən. Beynin deyil, nəfsin deyil. Burada hakim sənsən. Ağzının yolunu bağlayırsan, idmana başlayırsan, xeyir əməllərə başlayırsan, düzgün insanların kitablarını oxumağa başlayırsan, həyatın başlayır yavaş-yavaş dəyişməyə. Öz səsini hiss edirsən. Öz səsini, daxilən səsini eşidirsən artıq. O qədər zirzibil yemisən ki, beynin elə qışqıra-qışqıra danışır, elə bilirsən beyin sənsən. İç səsini eşitmirsən. Sənə lazımdır beyni stop eləyəsən, beyni sən ignore. Gözlə beynində kimi qulaq asmışam, indi moment mənimdir, mən danışıram, mən yol verirəm. Beyin sənin qulluqçundur bu dünya üçün. Beyin sənə vermir ki, sənə yol göstərsin. Beyin sənə göstərib ki, sən ona bir iş verəsən, o sənə üçün işi tap beyində fikirləşib qursun, düzəltsin. Beynin funksiyası budur. Amma sən öz içini itirmisən, özünü itirmisən, bu ətraf matritsa, sistemə uymusan, elə bilirsən ki, beyin sənsən, problemlər sənsən, narahatçılıq sənsən, qorxu sənsən, işin alınmamağı sənsən, ətrafda baş verən bütün pis bir şeylər sənsən, amma yox lan, heç bir sən deyilsən. Sən pak,
sevilən, unikal bir varlıqsan. Hansı ki Allah sənə o gözləri verib, bu nəfəs almağa burnu verib, dad hiss eləyirsən, iyi hiss eləyirsən, zövq hiss eləyirsən, toxunursan, zövq alırsan həyatdan. Sən busan. İnsan budur, həyatdan zövq alandır. Allaha şükür eləyəndir, Allahla yaşayıb, Allaha doğru xidmət göstərəndir. Qalan hamısı boş şeydir. Dərk edirsən ki, bu sən deyilsən. Daxilini tapırsan, özünü hiss edirsən, həyat ondan sonra başlayır güclənməyə. Yenə də yolu bir dənədir. Sən nə gəldi yeməklə daxili paklıq saxlaya bilmərsən. Sən enerji bağlantın təmiz olmalıdır. Sən içki içməklə, zirzibil yeməklə, ximiya yeməklə, şəkəri tonla yeməklə, xəmiri tonla yeməklə sən o təmizliyi saxlaya bilmərsən. Təmizliyi saxlamaq üçün ağzının yolunu bağlamalısan. Bacara bilirsən, oruç tut. Oruç tuta bilmirsən, interval qidalanma ilə məşğul ol. Yemək yemirsən, ancaq su içirsən. Beyninə göstərirsən ki, sən hakimsən, hər beyin yemək dediysə, sən gedib ona yemək vermirsən. Ondan sonra başlayacaqsan öz təsvir hiss eləməyə. Zəncirvari formatda gedir hər bir şey. Sən pis bir şey eləyirsənsə, o pis bir şey daha bir pis zəncir gətirir. O da arxasınca daha pis bir zəncir gətirir. Zəncirlər yığılır pis şeylər. Sən yaxşı şey eləməyə başlayırsansa, yaxşı bir şey gətirir, ardınca daha yaxşı bir şey gətirir, ardınca daha yaxşı bir şey gətirir. Həyatın qanunu budur, həyatımızın yaşamağın qanunu, yolu budur. Ona görə dostum, mən sənə inanıram. Bəlkə sən mənim metodikamı götürmürsən, mənim danışığımı götürmürsən, başqasından maraq. Amma İTOQ-da yaxşılaş da, mənlə eləyirsən, yenə də sağ ol, mənsiz eləyirsən, yenə də sağ ol. Mənə nə qədər xoş ki, mən Allah üçün bir zərrə qədər bir balaca bir nəsə elədim ki, sənin anasından içindən hansısa bir hissləri oyatdım. Ona görə özü dəyişmək, içib eşitməkdən başla, özü təmizlə, içibi təmizlə, özünlə dürüst ol. Sən bilirsən, nəyi sən istəyirsən, nəyi sənin beynin istəyir. Sən bilirsən, nə sənə lazımdır və nəyi sənin beynin istəyir. Bu iki şeyi ayrı edə bilsən, beyin istəklərini ignor eləyib, özünə lazım olanları hamısını eləyə bilsən, həyatın sürətli şəkildə raket kimi qalxacaq. Mən ancaq sana bunu arzu edə bilərəm dostum. Sağ ol.